Herkese selam. Bugün birlikte Ramazan'da bir gün geçirdik sizde. İmsaka bir şeyler hazırlayacağım. Pandora yumurta istiyorum hazırlayayım. Yanında da bilmem bir şeyler hazırlayacağım. Fetin arasında şor koyup kızartıp yiyeceğim çok bir şey. İmsakım böyle olacak. Bu arada oruç tutanlar Allah orucunuzu kabul etsin. Mümkünlükle. Neyse ben getirəm yemeği hazırlama. Birinci bence təzə durmuşam. Gidim üzerimi yiyeyim. Sonra yemeğe başlayalım pişirmeye. Son yemeğim bu şekilde. Pomidor yumurta ama biberini daha çok vurmuşam diye biberli yumurta olmuş oldu. Bunun içine de şorlu fatir kızarmış. Neyse. İmsak böyle. Hele sarımızı bağladık. Lalen en favori. Oh my god. Pardon. Leyla. Evimizde lığlar çoxdur. Neyse. Leyla'nın Leyla'nın en sevdiği. izləyicilərindən. Evet. Biləm siz də məcburi video baxırsınız. Sonra. Şaka. Sonra neydi ben bir oyuncum geldim. Neyse biz ben sahura ben neydim? Gösterdim de size pomidor yumurta ve fetirin arasına şor kızarttım yedim. Çay, hurma, ot. Sonra su. Sen ne yedin Sahara? Klasik yumurta, çörək, bir də labne. Mən çox qəşəng toz saxlayıram. Bu yumurta həssəsidir. Ben de. Çünkü biz. Səhər en favori yemək. Çünkü biz. Buğayıq. Bulayım. Neyse. Şimdi ben buna yatacak tabii ki. Bense paçak yatmayacağım ve birlikte Əslində yəni buğalar Əsl yatmağı sevir. Leyla niyə belə çıx bilmirəm. ben yatmağı sevirəm. Sadece mecburam ders okumalıyım. Evet. Neyse. Bir tane size bir şey diyeceğim değil mi? Bir gün bir tane otel yoldaşım var. Saat 6'da falan yatır da. Mənsə saat 6'da 5'te dururam. Şimdi bir gün gelmişim, yerimden duram bile. Deyirəm, ama sen de tezden durmuşsan. Türkçen değil bu arada, başkasıdır da. Onun adı Leyla'dır. Deyir, yok ben hiç yatmamışım. O kadar gülmüştüm o anda. Bu bildim ki yani. Leyla sən buradan salamlar. Bəli Leyla, salamlar. Yani bildim ki orada 6'ya kadar oyalı kalan insanlar var ama ben tez yatıp tez duran vardım. Şu an sen de bence öylesin. Xeyr. Mən Tez yatanlardan. Yo, sen tez yatıp gec duranlardan. bence de. Neyse. Şimdi görüşürüz. Ders okuyanda. Şans ha. Dün o kızlar artık yatıplar. Ben de namazımı kıldım. Biraz dua elədim de peki Ramazan'dan. Bu fırsatı kaçırmayalım. Sonra duş kabul ettim. Şimdi de ders okuyacağım. Aslında biraz başlamışım. Yadımdan çıkmıştı. Video çekmeyeyim. Test işləyirdim. Belə. Ve ayrıca ben çətinlik çəkdiyim çox mövzu var. Amma ki daha çox speakingdir. Amma demək olar bütün readingin üstündə çalışacağım. Readingdə ən çox çətinlik çəkdiyim isə matching hissələridir. Not given true, yes true hissələri arada yaxşı olur. Arada yox. Bilmirəm nə belə olur. Amma mən çox matching hissələrini çox çətinlik çəkirəm. Bir dəfə test işlədim. Yaxşıydı yani normal idi ama not given'larda biraz problem vardı. Ona göre yeniden işleyirik. Bir de hangi kitabını işleyeceğim? Bu kitabdan işleyeceğim. Essential Words for Gods. Bugün düzələcəyimi. Neyse. Ben biraz reading işleyeyim. Ondan sonra danışarıq. Tamam, ben biraz reading işleyeyim. Ayrıca en çok Cambridge joblarıyla hazırlaşıram. Ama hal-hazırda elimde bu var. Ona göre bununla birlikte reading işleyeceğim. Ama teacher böyle metinler vermişti reading işlemeye. Plus hem listening hem de reading için kullanıcılar. Bunu bitirmişim. Deməli, o teacher bunu verip bunda hem listening hem de reading bonu var. Teacher verip ki sadece listening işleyin, readingi yok. Ben elə bilmişəm, demək olar ki bunu bitirin demək. Sonra ben bunun hamısını bitirmişim evde. İkinci sefer derse gidende teacher diyor ki bugün oturun indi reading listesini işleyin onun. Dedim teacher ben bitirmişim ama çoktan. Neyse
Böyle bir şey olmuştu. Sonra herkes eyni testi işləyəndə mən də başqa test işləmişdim. Olası bu. Yəni bu testi işləmişdim. Mənə əlavə olaraq bu testi yemişdim. Əslində stres işləmişəm, amma yox bunu. Böyle bir test. Yazmışam ne kadar doğru. Bilmiyorum. Testleri işlemişim. Neyse. Tabii ki bu hissesinde. Şimdi keçə bayaq göstərdiyim bu kitabdan biraz reading işləyək. Arxada cavablar da var. Rahat baxa bilərik cavablarına da ki, harda səhv eləmişəm, harda problem var, harda problem yoxdur. Şimdi böyle işte. Neyse. Cevabına baxaraq deməli notikulum işlədim. Bir də matching suallar işlədim. Düşünürəm ki, bu işdə Cambridge tabanından daha rahat ola bilər. Çünki orada mən səhvim daha çox çıxır. Matchinglərdən. Bu da səhvsiz ola bilər. Amma imtahan daha çox o kitablar uyğunlaşır. Neyse. Skills test yaxşıydı. İndi başqa reading biraz da işləyim. İkinci test. Artık ay kışlara bakın ne güzeldi. Artık yavaş yavaş hava aydınlanmaya başlayıbdı. Mis gibi temiz hava ama mənzərəmiz yoxdur təəssüf ki. Muşlara bak. Ay muş hava uçursunuz siz. Hayvanları çok seviyorum. Yorulun bir haldayım. Demək olar listeningimi de bitirdim. Lüğət də təkrarladım biraz. İndi isə biraz yoga eləmək istəyirəm, meditasiya eləmək istəyirəm ki, biraz ruhum dincəlsin. Həm bədənim, həm ruhum ikisi birlikdə dincəlmək üçün ən gözəl yol yogadır. Demək olar 3 ildir. 3 ildir yoga eləyirəm və ciddi mənada mənə müsbət təsir göstərir, tövsiyə edilir. Ən sevdiyim hobi desəniz nədir? Yoga deyərdim. Cidden yoga. Bilirsiniz yogaya necə tanış olmuşdum? Bu da burada anı qalsın. Mən demişdim sizə ki, hansı ki həyatımın bir ili durğunluq dönəmi kimi keçmişdi də. O dönemdə həyatıma yoga girmişdim və yaxşı ki giribdi. Demək ki neymiş? Hər çətin vəziyyətdən nəsə öyrənilirmiş. Belə deyildi amma nəsə. Belə qəbul edin. Mən həyatıma o çətin vəziyyətdə yoga girdi və müsbət mənada mənə yaxşı təsir göstərdi. Və yaxşı ki var. Yaxşı ki həyatımdadır. Ruh sağlam olduqda bədən də sağlam olur. Ona görə mütləq tövsiyə edirəm ki, yoga, meditasiya edəsiniz. Ruhunuzu sağaldasınız ki, bədəniniz də sağlam olsun. Mənim belə yorğun olduğuma baxmayın, deyəcəksən ki, sən çox eləmsən, görünür elə üzündən. Amma
Bu dərs yorğunçuluğudur. Nəysə gedirik yoga eləməyə. Enerji biraz çünki enerjim bitmişdi. Mənim yoga matım belədir. Artıq bitkin haldadır. Boz rəngdə almışam. Corablarımla da dəstli. Nəysə. Mən biraz yoga edirəm, amma siz finişdə mənim enerjimi görəcəksiniz. Bunu. Məncə enerjimizi tamamilə yığmışıq. İndi də gedirik salona. Okay. Bir nəyə başlayacağımı unuttum. 6-cı mərtəbədən 1-ci mərtəbəyə ışınlanırıq. Deməli qızlar gedirik. Mənim bu saçlarımı kesməyə. Artıq yorulmuşam bu saçlardan. Aşağı çək bitmir. Əvvəli görək sonra necə olacaq. Burada görürsünüz ki oturmuşam, saçım kesilib və artıq uklotkalanır. Bitmiş halıdır. Bəyəndim. Burada baxıram özümə. Okey deyirəm. Yaxşıdır deyə düşünürəm. Nəysə, belə. Saçım çox bəyəndim mən. Sizcə necə olub saçım? Son nəticəsi belə. Yəni baya ucunu çox kəsmişəm. Nəysə. Uzunluğundan çox kəsmişəm, amma belə daha yaxşıdır. Həm də bugün su çərşənbəsi olduğu üçün bütün saçımdakı negativliyi hamısını kəsib tuladım. Və yeni bir saç, yeni bir mən. Bir də belə bir şey deyirlər, bütün dərdlər, nə bilim, bütün kədərlər, pis, mənfi enerjilər hamısı saçda yığılır da, yəni. Bütün bu mənfi enerjilər falan hamısı saçda yığılır. Mən də su çərşənbəsində saçlarımı kəsərək bütün bu negativ enerjini atdım və yeni bir mən. Məncə çox qəşəngdir. Sizcə necə olub? Şərhdə bildirsiniz. Bu arada kanalıma abunə olmağı, videolarıma like atmağı unutmayın. İndi gedirəm. İndi dostumla görüşəcəm. Təbii ki də ən yaxın rəfiqimlə. Artıq gəlmişəm və yolun bir tərəfində mən, bir tərəfində dostum. Məcbur yolu keçməliyəm və yolu keçmək üçün körpüdən istifadə etdim. Nəsə danışıram burada, heç bilmirəm özümdə nə danışıram. Eskalatordan istifadə edərək yuxarı qalxıram. Gördüyünüz kimi. Deməli dostlar, Çox qəşəngdir. Amma qızaqlayanda belindən həmişə əlimə gəlirdi. Bu dəfə gəlmədi. Yaraşır. iyi ki qaynaq eləyi saçını. Mən kəsdirmişəm. Bir qaynaq elə. Əlimə gəlmədi. Tıp. Bizim bəxtimizə bu da düşürmüş, biz düşürmüşük bundan heç nə. Amma arkadaşım yanımda olduğu için mutluyum. Tıp. Bəli, artıq evdəyəm. İftar üçün yemək hazırladım. Belə badımcanlı, pendirli, pomidorlu bir şey. Görünüşü belədir, dadlıydı. Yanında da göbələk şorbası. İftarım bu qədər. Dostlar, dostumla görüşdüm. İndi də gedirik qızlarla İçəri şəhərə. Orada tonqal qalınacaq su çərşənbəsi ilə bağlı. Bu arada hər kəsin tonqalın axırını çatmayacaq, çatacaq. Neysə, bu arada hər kəsin su çərşənbəsi mübarək. Bu video Salam. Bu video 5-ci gün qoyulacaq. Amma yenə də. Salam. Biz oruç. Orucumuzu açıb imanın dinini qızarıq. Görürsünüz değil mi? Gedirik. Neysə, orada görüşərik. Bugünkü vlogumuzda ikinci vlogumu çekiyorum. Ailədə mi istəyirsən vlogumda? Yəni su çərşənbəsində gedirəcək. Təbrik edirsən mənim takipçilərimə və özünü. Şimdi mənim takipçimsən çünki. Təbrik edirəm hamınızı. Ömrünüz su kimi duru, axarlı geçsin. İnşallah yaxşı olar hər şey həyatımızda. Su kimi bütün dərdlərimiz falan geçsin. İnşallah Və səsin. belə bir şey də deyim ki, gedin fala bax. Fala? What? Ne fala? Nə bilim, çərşənbələr normalda fala baxırlar. Görürsən hansı ölkədə yaşayacağam gələcəkdə. Maraqlıdır. Orada nə çox var. Gidirəm haftaya Türkçəsə də Nə deyim ha dostlar? nə demək istəyirsən? Demək istəyirəm ki, bu uşaqlar çox tənbəldir. Vaxtında hazırlaşa bilmirlər.
gecikirik. Hətta ocaq uca sönübdür. Sarı gedirik mən bilmirəm. Odunlarını görmək. Köz görməyə gedirik, köz. Gidək, mən... Ne kadar, buranın ışığı ne kadar güzel. Neyse gedirik dostlar. Onu çekip size göstereceğim. Bu arada dostlar yağış yağır. Bu da içeri şehir metro stasyası. Bu da benim ayaklarım. Leyla, sakız istiyorsan. Her istəyir mənə. Al, bir tane kaldı. Teşekkürler. Şehir şehirinde. Mahnı. Atmosferi çok güzeldi. Kim bilir? Bilmem mahnı. Dostlar. Kız Qalasına giden yolun bu kadar vahiməli olduğunu bilməzdim. Bizi hansı yollardan aparırsınız xanım? Biz hara gelmişiz dostlar? Buranın eminim. Ve sonunda Qız Qalasına gəlib çatdıq. Dostlar, gəlmişik və artıq küllər qalıbdı. Hesablar evdə çırpılmağa hazır olsun da yəni. Mən sadəcə yemək yeyirdim. Şey vardı, tongan falan var. Bu da yüzünü çəkir. Kızlardan ve ortada benzeri Heç nə yoxdur. küllerini yığıştırırlar. Biz niye gelmişik bu arada? Küllerini oradan yığıştırıyorlar mı bilmiyorum hiç. Dostlar geldiğimiz... Biz bunun için mi geldik? Son. Yani ki bitip gecişmişik. Gecişmişik. Özü atma. Layla özü atma. Tutma beni. Lele gel bak buralarda. Oh my god. Ağız diyorum sadece. Bir şey. Sağ olsunlar buradan üfüne tisi gelir. Vay. Neyse bile. Videoda danışdı, sağ ol. Bir dənə Bakar. Çünkü Lalə. Çünki Lalə YouTube kanalımızın yeni üyesi var. Bir də keçdi elə. bir Abla. Nəsə tapmadım var. Bir də sən ala bax gör orada nə danışdın. Biraz karış sohbet mi ediyor? Yoksa TikTok aklımda. Orada ne yüzüm düşmüyor. Kahkara bir şey görsün. Bəli, artıq günümün sonu və videomun da sonudur. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videoda görüşənədək videoma like atmağı və kanalıma abunə olmağı unutmayın. Sağ olun.